Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 6-cı siniflər üçün fənn müsabiqəsinə hazırlıq üzrə tərtib olunmuş lisey və gimnaziyalara qəbul test toplusundan növbəti sınavın izahına baxaraq, deməli, riyaziyyat suallarından ilk sual belədir ki, tənliyi həll edin. Tənliyi həll edə bilmək üçün nə etmək lazımdır? İlk mötərizənin daxilinə vurub 3-ü sadələşdiririk. Olacaq 6x minus 9 minus 2 plus 6x bərabər 1. 6x-ları toplasaq 12x alırıq. 9, 2 sağ tərəfə keçsək müsbət olur hər biri. Üzərinə 1 əlavə edirik. X-in qiyməti bərabər olacaq. Bunun qiyməti 12. 12-ni 12-yə bölsək x-in qiyməti müsbət 1 olur. C variantı. Hesablayın deyir. Hesablaya bilmək üçün biz nə edirik? Vergüdən sonraki rəqəmlərin sayına baxırıq. Aşağıda 2 rəqəm, yuxarıda 1 rəqəm olduğuna görə bir dənə 0 əlavə edirik. Digərində də eyni qayda, sonunuzda da eyni qayda. Sonra isə natural ədədlər kimi bölürük. 20-ni 5-ə bölürük, 4 alınır. 50-ni 2-yə bölürük, 25 alınır. 40-ı 1-ə bölürük, 40 alınır. Və toplasa doğru cavabımız 69 edir. A variantı. Bizə deyir ki, A ilə 1 və 10 arasında yerləşən sadə ədədlər. Qeyd edək, A çoxluğunda sadə ədədləri 2, 3, 5, 7. Növbəti B ilə isə 4 onlar arasında tək ədədlərdir. 5, 7, 9, 11, 13. Bizdən istədiyi nədir? Aşağıdakılardan hansı səhvdir deyir. A ilə B-nin fərqi deyir 2-dir. Diqqət edək, hər ikisində iştirak edən ədədimiz 5 və 7-dir. A ilə B-nin fərqi doğrudan da 2-yə bərabərdir. Yəni bu yanlış deyil. Bizdən səhv hissəni tələb edir. B variantı. B ilə A-nın fərqi 3-ə bərabərdir. Doğrudan da 3-ə bərabərdir. Yəni bu da doğrudur. Kəsişməsi 2 elementdir. İşarələmişik. Kəsişmə 2 elementdir. Birləşməsi 8 elementdir. Birləşmə xeyr. 2, 4 və 3. 7 element olur. Demək ki, doğru cavabımız D variantı. Verilən ifadə olarsa, digər ifadənin qiymətini tapmaq lazımdır. 2-nin məxrəcinə 1 yazsaq, çarpaz vursaq, olacaq B minus A bərabər 2A. B. Mənfi anı sağa keçsək 2A plus A yazırıq və 3 alınır. İndi gördüyümüz hər B-nin yerinə 3A-nı yazıb sadələşdirək. 3A bölünsün A, üzərinə əlavə edirik, A bölünsün 3A. Burada A-ları yığsaq aparsaq, doğru cavabımız 3 üstə gəlir, 3də 1, yəni 3-dan 3də 1 alınır. D variantı. Növbəti sualımız, usta işin 25-də 7 hissəsini qurtarmışdır deyir. İşin neçə faizi görülməmişdir. Görülməyən hissəni axtarmaq lazımdır. 25-də 25-dən çıxar 25-də 7-ni. Doğru cavabımız 25-də 18. Görülməyən hissədir. Faizə çevirmək lazımdırsa, faizə 100-ə vurmaq lazımdır. 25-də 18 vurulsun 100%. Bu bizə verəcək 100-ü 25-ə bölürük 4 edir, 18-də vursaq 72%. C variantı. Növbəti sualımız ifadəni hesablayın deyir. 4,2-də 1-dən 3,3-də 1 çıxmaq üçün 4,2-də 1-i düzgün olmayana çevirək. 2-də 9 çıxılsın. 3,3-də 1 3-də 10 eləyir. Bunların fərqini tapsaq, məxrəcin əkobunu axtarırıq. 2 ilə 3-ün əkobu 6-dır. 2-yə bölsək 3 eləyir, 3-ə bölsək 2 eləyir. 3-ü 9-a vursaq 27, 2-ni 10-a vursaq 20. Fərqi deməli 6-da 7 olacaq. Bölmək lazımdır 1,6-da 1-ə. Bölərkən əvvəlcə 1,6-da 1-i düzgün olmayan kəsrə çeviririk. Bu edəcək 6-da 7. Bölərkən tərsinə çeviririk və yaxud da elə eyni ifadələri bir-birinə bölə də bilərik. Bu hər zaman cavabın 1 olduğunu göstərir. Doğru variantımız A variantıdır. İt ilə pişik arasındakı məsafə 200 metrdir. Tutaq ki, itin durduğu bir nöqtə, pişiyin durduğu bir nöqtə. Bunların arasındakı məsafə bizə deyir ki, 200 metrdir. Növbəti, itin sürəti 400, pişiyin sürəti 350. Bunları qeyd edək. 400, digəri 350-dir. Növbəti, eyni anda, eyni istiqamətdə hərəkətə başlasılar. Fərz ilə ki, sağa doğru hərəkət edirlər. Hərəkətə başladıqdan neçə dəqiqə sonra it pişiyi tutar. Yəni, bunların arasındakı məsafə 0 olar. Demək ki, edəcəyimiz nədir? X dəqiqə götürək. Həmin X dəqiqə müddətində 400
sürəti ilə hərəkət edirsə x dəqiqə müəyyən məsafə gedir. 350 sürəti ilə hərəkət eləsə 350 vur x olur və bunlar eyni anda çatanda arasındakı fərq elə bu məsafəyə bərabər olur. Yəni bunları çıxsam doğru cavab 200-ə bərabər olmalıdır. Bu ifadəni hesablasaq 50x 200 və x-in qiyməti 200 bölü 50 4-ə bərabər olur. B variantı. Bərabəsin tam həllərinin cəmini tapın. -5-8-in sağında yerləşən -5-dir. Üzərinə gəlir -4 və s. davam edirik. 0, sonra yenə 1, 2, 3, 4, 5-ə qədər. Əlavə olaraq da 8-ə qədər olduğuna görə 6, 7 və 8 yazmalıyıq. Burada sadələşdirəndə -5 ilə -5 arasındakı bütün ədədlərin hər biri əksərlər olduğuna görə 0 olur. Yerdə qalır 3 ədədin cəmi. 6, 7, 13, üzərinə 8 gəlsə 21. 3 qardaş pul qoyub top aldılar. Böyük qardaş o birilərin qoyduğu pulun yarısı qədər. Deməli, birinci, ikinci qardaş və üçüncü qardaş. Bunları qeyd edək. Növbəti. Deməli, böyük qardaş o birilərin qoyduğu pulun yarısı qədər. Ortancıl qardaş o birilərin qoyduğu pulun 1/3 qədər. Kiçik qardaş 80 qəpik. Deməli, 80 qəpik qeyd edirik. Sonra birincini A götürsək, ikincini B götürsək, nə baş verəcək? Qardaş, birinci qardaş, yəni böyük qardaş, o birilərin qoyduğu pulun yarısı qədər. Yəni, bu ifadənin cavabı B/80-nin yarısıdır. Sonra, ortancıl isə o birilərin qoyduğu pulun 3/1 qədər. Yəni, A plus 80-in 3/1 qədər. Bu ifadəni sadələşdirəndə nə etmək lazımdır? Deməli, A-nın yerinə yuxarıdakı ifadəni yazsaq, olacaq 3/1 vurulsun B plus 80 bölünsün 2. Bu ifadəni sadələşdirək. Deməli, buradan aldığımız nə olacaq? Belə bir ifadə alırıq ki, məxrəcləri bir-birinə vursaq 6, B-nin məxrəcinə 1 yazsaq, B-ni 6-ya vuruq 6B olur. 1-i B plus 80-ə vursaq B plus 80 alınır. 6B-dən B-ni sızsa 5B olacaq 80. B-nin qiyməti olacaq 16. B-nin qiyməti 16. Sonra A-nın qiymətini axtarsaq 16 üzərinə 80 gəlir. 96 2-yə bölsək 48. İndi bizə lazım olan nələrdir? Birinci qardaş 48 qəpik, ikinci 16 qəpik, üçüncü 80 qəpik pul qoyub. Deyir ki, topun qiyməti neçədir? Biz bunların üçünü toplamalıyıq. Toplayarkən deməli 48-in üzərinə əlavə edirik 80 və 16-nı. Diqqət edək bir də. 6B-yə vurduq. Topun qiyməti neçə manatdır? Hesablamaya bir də diqqət eləyək. Böyük qardaş o birilərin qoyduğu pulun yarısı qədər. B plus 80-in yarısıdır. Sonra ortancıl qardaş o birilərin qoyduğu pulun 3/1 qədərdir. A plus 80 3-ə bölürük. A-nın yerinə yazırıq 5/80 bölü 2. 6-dır məxrəc. 6B digəri B plus 80-dir. 5-ə böldü 16. Sonra 16 bir də 80. 96-nı böldü 2 48 manat. 80 128 144. Hesablamada yanlışlıq var. Diqqət eləyə bir də. Kiçik qardaş 80 qəpik pul qoyur. Böyük qardaş o birilərin qoyduğu pulun yarısı qədərdir. 5/80-in yarısı götürdük. Ortancıl qardaş o birilərin qoyduğu pulun 3/1 qədər. Diqqət edək, burada bir hesablamada nəzərə almadığımız bir hissə var. Bunu yenidən hesablayaq. Deməli, bizdə verilən ifadəni yenidən hesablasaq, 3/1-i qarşıya çıxarırıq. A-nın yerinə yazırıq, B plus 80 bölü 2 üstəgəl yenidən 80. Bunu hesablasaq, olacaq 3/1 B üstəgəl 80 üstəgəl 160 240 bölünsün 2. Qısaca burada etməyimiz lazım olan bizdə
Yenə eyni ifadəni təkrarlayır. B üstəgəl 240 bərabər 6B olur. Bu zaman 5B-nin qiyməti olur 240 bölünsün. Daha doğrusu 240. B-ni taparkən 240-a bölürük 5-ə 48 edir. 48 elədir. İndi bizim A-nın qiymətini tapmaq lazımdır. 48-in üzərinə 80 gəlir. 128. 2-yə bölsək 64. Bizim indi hesablayacağımız qiymət bu ifadələrin cəmidir. Deməli, necə olur? 64 olur. Üzərinə əlavə edirik 48, üzərinə əlavə edirik 80-i. 1 manat 192 qəpidir, o da 1 manat 92 qəpik. Qabla birlikdə balın kütləsi 10 kiloqramdır. Deməli, qabı A götürsək, balın kütləsini B götürsək, balın kütləsi ikisini bir yerdə toplayanda cavab 10 edir. Növbəti, balın yarısını götürəndə, yəni B bölü 2 üstəgələ A götürsək, doğru cavabımız 6 olacaq. Bizim edəcəyimiz nədir? İndi bu ifadələri alt-alta çıxsaq, deməli, çıxdıqda nə alırıq? A-lar burada sıfırlanır. B-dən B bölü 2-ni çıxanda B bölü 2 qalır. Ondan 6 çıxsaq 4 edir. B-ni tapsaq 2 4-ün 8 edir. Bizdən istədiyi nədir? Qabın kütləsi A-nın qiymətini tapmaq lazımdır. Buradan B-nin yerinə 8 yazsaq, A-nın qiymətini tapsaq, ondan 8 çıxanda doğru cavabımız 2. A variantı. Qiyməti 4/3 olan kəsin sürətinə 1, məxrəcinə 4 əlavə ediləndə kəsin qiyməti 8-də 5 alınır. Deməli, A bölünsün B-nin qiyməti 4/3. A üstəgəl 1, aşağıda B üstəgəl 4 olanda cavab 8-də 5 edir. Biz nə edə bilərik? Burada A-ya 3x, B-yə 4x deyə bilərik. O zaman yerinə yazıb toplasaq, çarpaz vuranda 8-i vururuq 3x-a 24x üstəgəl 8. 5-i 4x-a vuranda 20x üstəgəl 20. 24x-dan x-i çıxanda 4x, 20-dən 8 çıxanda 12. X-in qiyməti 3. Kəsin sürət məxrəcinin cəmi neçədir? Deməli, 3x-dən 4x toplasa 7x, x-in qiyməti 3, 7 üçün 21. A variantı edir. Növbəti, olduğuna görə aşağıdakılardan hansı doğrudur? Bizim edəcəyimiz bu ifadələri sadələşdirməkdir. Deməli, nə edə bilərik? Çarpaz vura bilərik. Çarpaz vuranda nə alınacaq? 3A plus 6B A plus 10B. 3A'dan açsaq 2A, 10B'dən 6B çıxsaq 4B, A bərabər 2B. Yəni, A B'nin 2 mislidir. A variantı. Aradakı məsafə 480 km olan iki şəhər arasındakı. Deməli, xəritədə 8 cm-dir. Miqyası soruşur. 8-i bölməliyik 480 km. Santimetrə çevirəndə əvvəlcə metrə çeviririk, sonra santimetrə çeviririk. Burada hər tərəf 8-ə bölsək 1 bölünsün 6 milyon alınır. D variantı. Satçı 20 toyuğun müəyyən qismini biri 12 manatdan, qalan toyuqlar isə biri 10 manatdan satmışdır. Cəmi 224 manat. Toplamış 10 manatdan neçə toyuq satmışdır? 12 manatdan olanları A, 10 manat olanları B götürsək, deməli 12-ni A-ya vururuq, üzərinə əlavə edirik. 10-u B-yə vururuq və burada ümumi 224 manat alınmalıdır. Deməli, B-ni A ilə əvəz eləsək, ümumi 20 toyuqdur. 12 vur A, üstəgəl 10 vur. Daha doğrusu belə yazaq, çünki bizə A-nın qiyməti lazımdır. Daha doğrusu B-nin qiyməti lazımdır. Yazaq 12 vurulsun, 20 çıxılsın B, üstəgəl 10 vurulsun B bərabər 224. 240 çıxılsın 12B, üstəgəl 10B bərabər 224. Sadələşdirsək mənfi 2B, üstəgəl 240 bərabər 224. B-nin qiymətini tapanda 240-dan 224-ü çıxıb 2-yə bölmək lazımdır. 240-dan çıxırıq 224-ü bölürük 2-yə. Cavab 8 edir. Deməli, 10 manat olan toyuqların sayı 8 imiş. Aşağıdakı fiqurda bitişik tərəflər bir-birinə perpendikulyardır. Fiqurun sahəsini tapın. Sahəsini tapa bilmək üçün nə edə bilərik burada? Burada biraz dəyişiklik eləsək, belə bir görüntü əmələ gəlir. Bu görüntüdə nə yazırıq? Bu hissə 3/5-dir. Deməli, bütövi 4 olduğuna görə aşağıdakı hissə 0/5 olacaq. Digərinə baxaq. Bütövi 3-dür. Digər
Aşağısı 2-dir. 3-dən 2 çıxsa bu hissədə 1-ə bərabər olur. Deməli, biz kiçik hissənin sahəsini tapsaq, cavabımız 1 vur 0.5, cavab 0.5 alınır. Sonra edəcəyimiz nədir? İkisinin sahələrini toplayıb ortadakının sahəsini çıxmaq lazımdır. 3-ü 2.5-ə vuranda 7.5, üzərinə əlavə edirik. 4-4-ə vursaq 16, çıxırıq ortadakı 0.5-ə. Eləyəcək 16, 7, 20. Diqqət edək bir də. Deməli, 4-dən 3.5 çıxdıq, 0.5. 4-dən üzrəsən, burada yanlış çıxmışıq. Buradakı məsafə bizə 2-ni verir. Sahəsini tapanda sahə 1 eləyəcək. Deməli, biz burada 0.5-i deyil, 1-i çıxmalıyıq. 15, 7, 15, 22.5 eləyir. B variantı. Tərəfin uzunluqları tam ədəd, perimetri 7 olan neçə fərqli üçbucaq qurmaq olar? Bunun sayını tapa bilmək üçün həmin verilən cəmi 7 olan 3 dənə ədədləri yazıb, bunların müxtəlif olanlarını seçsək, deməli, həmin ədədlər 1, 1, 5, sonra 1, 2, 4, növbəti 1, 3, 3, 2, 2, 3. Diqqət edirik burada nəyə? Bizə verilən ədədlərdə 1, 1, 5 ifadəsində 5 1 ilə 1-in cəmindən böyükdür. Ona görə bu ifadə ola bilməz. 4, 2 ilə 1-in cəmindən böyükdür. Ona görə bu ifadə ola bilməz. Amma 1, 3, 3 mümkündür. 2, 2, 3 mümkündür. Ona görə cavabımız B variantı olur. Aşağıdakı ABC bərabər tərəfli üçbucağında K-in hissələrin deməli, perimetrləri bərabərdir. DC 12-yə bərabərdir. Üçbucağın perimetrini tapın. Gəlin diqqət edək bir şey. İkisinin perimetrini tapanda nələrdən istifadə edirik? AB ilə AC-dən istifadə edirik. Sonra ortaq tərəf AK-dan, KN-dən, yəni bu hissədən. Sonra isə aşağıdakı hər birində ortaqdır. Deməli, bunların perimetri bərabər olarsa, aşağıdakı BD də DC-yə bərabər olacaq. Və buradan tapırıq ki, BD-nin də uzunluğu ilə 12-dir. O zaman AB tərəfi də 12, 12, 24-dür. Hər biri 24 olduğuna görə ki, bizə bərabər tərəfli üçbucaq vermişdir. Perimetrini tapanda 3-ü 24-də vuruq, doğru cavabımız 72 alınır. C variantı. Növbəti sualımızda bizə verir ki, ABC düzbucaqlısı 7 eyni düzbucaqdan ibarətdir. Bunun yuxarıdakı hissəsini balacanı A götürək, digərini B götürək. O zaman aşağıda A'lar olur, yuxarıda B'lər olur. Biz yuxarıda 3B'nin aşağıda 4A'ya bərabər olduğunu görürük. Bunu sadələşdirə bilmək üçün deməli biz A'nı 3x, B'ni 4x yaza bilərik. Bunları yazdıq. Sonra bizə deyir ki, perimetri 190-dır. N-ə diqqət eləyək. 3x, 4x, 7x eləyir. 7x. Üstə gələk. 3b uzunluğudur. B-nin qiyməti 4x-dir. Vursaq 12x eləyəcək. Toplasaq 190. 19x 190. X-in qiyməti deməli 190 19-a bölür 10 eləyir. Bizdən istədiyi nədir? Sahəsi neçədir? Deməli 7x n idi. 7-ni vuraq ona 70. Uzunluğu 3b, yəni 12x-dir. Bu da eləyəcək 12-ni vuruq ona 120. Uzunluğu 120-dir. Sahəsini tapsaq 120-ni 70-ə vurmalıyıq. 120-ni 70-ə vursaq deməli olacaq 8400. Diqqət edək bir də. 3b 4A'ya bərabərdir. 3B'də 12x. 3x-lə 4x topladıq. 7x. Üstünə gəldik. Burada 190-a deyil. 190-ın yarısı 95-ə bərabər eləməliyik bunu. 95-ə. O zaman nə alınır? Çünki perimetr düzündə düzbucağının eni ilə uzunluğunu toplayıb 2-yə vurmalıyıq. 95-i bölsək 19-a cavabımız 5 eləyəcək. Deməli bunun eni olacaq
35, uzunluğu isə olacaq 12 vur 5, 60. 60'ı vururuq 35'ə, 2100 D variantı. 12'nin sonra atanın yaşı, oğlunun yaşını, atanın yaşını A götürək, oğlunun yaşını B götürək. 3 bölü 2, 12 sonra, yəni A plus 12 bölünsün B plus 12 bərabərdir 3 bölü 2. Deyək ki, indiki yaşların nisbəti, yəni A böl, belə götürək də, A böl B'nin qiyməti 5 bölü 3'dür. Yəni burada A'nın yerinə 5x yazsam, B'nin yerinə 3x yazsam, cavabımız doğru olar. 2'ni vururuq birinci ifadəyə, 2'ni vururuq A'ya, yəni 5x-a, 10x, üstə gəl 24, bərabər olacaq. B'ni vururuq 3'ə, B'miz 3x'dir, 9x, üstə gəl 36. 10x'dan 9x çıxsa x olur, 36'dan 24 çıxsaq cavab 12'dir. Atanın indiki yaşı. Ata da 5x ilə götürmüşdük. 5'i 12'ye vurup doğru cevabımız 60 alınır. C variantı. Aşağıdaki figurda ASE nöqtələri eyni düzxət üzərindədir. 65, 75 toplasaq 140 edir. Deməli buradakı bucağımız 40 dərəcədir. Sonra 30 dərəcə, 90 dərəcə toplasaq 120 çıxsaq bura 60 dərəcədir. Bizdən sual işarəsini soruşur. Bu üçünün cəmi bizə 180'i verir. 40, 60 toplasaq 100, 180'dən də çıxsaq 100 dərəcəni, doğru cavabımız 80 dərəcə alınır. C variantı. Hər birinizə uğurlar deyirik uşaqlar. İnşallah növbəti izahlarımızda görüşənə qədər.